Salam, hər vaxtınız xeyir bir daha. Bugün şəkil əlaqələrindən olan bir mövzunun birlikdə izahına baxacağıq. Bu mövzu yəqin ki, qabağımıza çox çıxıb. Ümumiyyətlə, magistraturaya hazırlaşanda, qəbul imtahanlarında, dövlət qulluğuna hazırlaşanda, qəbul imtahanlarında bu tipli suallara çox rast gəlinir. Bu tipli testləri hərə bir cür həll edir. Əsas odur ki, düzgün cavabı tapa bilək və həmişə sizin elədiyiniz metod ödəsin. Məsələn, çox izahlarına baxıram ki, bəzən tələbələr məsələn gəlirlər, sınaq dərsinə biz tapşırıq verəndə hansısa müəllim öyrədir ki, bunların 4-ünün 5 tapşırıqdır. 5 tapşırığın 4-ündə olan ortaqlarla götürəcəksən, ortaq olmayanları çıxacaqsan. Bu biraz gülməli üsuldur. Yəni mən bu üsulu qəbul etmirəm. Fikrimcə bu sadəcə olaraq tələbəni vəziyyətdən çıxartmaq üçün hansısa bir üsul ola bilər, amma bu bütün misallarda ödəməyəcək. Ona görə yaxşı olar ki, onun yəni tapşırığı necə həll olunur, onu öyrənəsiniz və bütün tapşırıqları ona tətbiq edəsiniz. Məsələn, bu nə deməkdir? Toplanan cəm. Baxın, sizə uyğun olan, sizə hansı rahatdırsa, hansı sizə asandırsa, onu çəkə bilərsiniz. Hansı şəkil sizə rahat? Məsələn, mən bu şəkil rahatdır. Bu şəkili çəkərsiniz bunun üzərinə. Daha sonra bu şəkili tamamlayacaqsınız və üzərində çəkdiklərinizi buradan tapacaqsınız. Bu qədər sadə. Çəkirik. Biraz səsim asta gəlir, biraz artıq yorulmuşam deyə, ona görə çox asta izah eləyəcəm. Baxın, bunu çəkək bunun üzərinə. Yəni, burada hansı olacaqsa, onları çəkməyəcəm. Hansı olmayacaqsa, onu tamamlayacağam. Baxın, bu hissəni bura çəkirsiniz. Bu hissəni bura çəkirsiniz. Bu hissəni bura çəkirsiniz. Bu hissəni də bura çəkirsiniz. Sizin bundan işiniz bitdi. İndi baxın, qırmızı ilə yazacağım ki, rahat başa düşəsiniz. Burada eyni bundan yaradırsınız. Bunu çəkdik, bunu çəkdiniz, bunu çəkdiniz. Səliqəli olmağa ehtiyac yoxdur, çünki biz rəssam deyilik. Necə bacarsınız, elə də çəkin. Baxın indi, sonuçda siz bunun üzərinə hansını çəkmişsiniz, onu cavabdan tapırsınız. Yəni, baxın, qırmızı ilə yazdıqlarımı tapacaqsınız. Bax, bu hissəni kim çəkib, siz çəkmişsiniz. Amma bunun orta xətti yoxdur, ona görə A deyil. Burada düzgün cavab olacaq B variantı. Yenə də o birisi cavablara da baxaq. Bu hissəni siz çəkməmişsiniz, ona görə bu cavab olmayacaq. Siz çəkmişsiniz, amma özü götürməyib. Burada da yoxdur həmin cavab, bu Y variantı da deyil. Baxırız 32-ci suala. Sizə hansı rahatdırsa, onun üzərinə çəkirsiniz. Gəlin çəkək, bunu çəkək bunun üzərində. Bax, bu hissə burada var, buranı çəkməyəcəm. Bu hissə burada var, buranı da çəkməyəcəm. Bu hissə burada yoxdur, bunu çəkəcəm. Bunu buradan çəkəcəm, bu hissə burada tam oldu. Bunu çəkəcəm, bunu çəkəcəm və bunu çəkəcəm. Mənim bu fiqurla artıq işim bitdi. İndi bu fiquru buna tamamlayıram. Bunu çəkdim, buranı çəkdim, buranı çəkdim və buranı çəkdim. Hansı hissəni çəkmişəm, onu istəyir sizdən. Hansı cavab olacaq? Olacaq burada A variantı. Baxırıq 33-cü test tapşırığının izahına. Yenə eyni qaydada. Hansı sizə rahatdırsa onun üzərinə çəkirsiniz. Gəl bunu çəkək bu dəfə bunun üzərinə. Bax, bunu çəkdim bura. Bununla işim bitdi. Bunu bura çəkdim. Bu artıq var burada. Daha sonra bunu çəkdim. Düzdürmü? Bir də bu xətti çəkdim. İndi baxın, sizin bundan işiniz bitdi. İndi bunu buna tamamlayırsan. Buranı çəkdiniz. Cavabla da tapa bilərsiniz. Amma biraz işləyək, ondan sonra cavabla tapmağı öyrədəcəm. Bu belədir. Buranı belə çəkdik, belə çəkdik. Artıq eyni fiqur burada yarandı. Düzdürmü? Bunun üzərinə nəyi çəkmişəm, onu axtarıram. Baxın, bu orta xətti çəkmişsiniz. Düzdür? Bu olacaq cavabda. Buradakı xətt var ya, bu xətt. Ümumiyyətlə, burada belə bir şey yoxdur. Ona görə B variantı bir mənalı çıxacaq. Buranı kim çəkib? Bunun parasını siz çəkmişsiniz. Parasını siz çəkmişsiniz, parası var idi. Ona görə bunun parası olacaq. A variantı deyil. Daha sonra baxaq. Burada bu hissə olacaq C variantı. Bir də tələbələr bəzən burada çəkdiklərini qıraqda da çəkiblər. Məsələn, bu belə çəkir, daha rahat başa düşmələri üçün. Ki, hansı variantı onlar çəkiblər. Bunun özləri üçün yazılır. Bu uzun metod olur. Amma öyrənmək üçün əvvəlcə çəkə bilərsiniz. Zaten biz sualların sonunda artıq başlayacağıq variantları çıxmaqla eləməyə. Məsələn, bu hissə olmalı idi, burada yoxdur. Ona görə D variantı da çıxır. Bu hissə burada ümumiyyətlə yoxdur. Ona görə Y variantı da çıxacaq. Baxırıq növbəti test tapşırığının izahına. Baxırsınız 34-cü test tapşırığının izahına.
Hansı sizə uyğundursa, həmin o testi, yəni ya bunu bunun üzərinə çəkirsiniz, ya bunu bunun üzərinə çəkirsiniz, ya bunu çəkək bunun üzərinə. Çəkdiniz, buranı da çəkdik, bundan işim bitdi. Bunu çəkdim, daha sonra buranı da çəkdim, buranı da çəkdim. Mənim bu fiqurla işim bitdi. İndi bax bunu buna tamamlayırsan. Çəkdin, çəkdin, buranı da çəkdin, buranı da çəkdin, buranı da çəkdin, bura və bura. Burada hansı variantı olacaq? Baxın uşaqlar, bu hissəni mən çəkmişəm, düzdür? Bu hissəni də mən çəkmişəm. Ona görə D variantına çıxırsan. Daha sonra, baxın, məsələn, bu hissəni kim çəkib? Mən çəkmişəm. Demək, bu variantda olmalıdır. A variantını çıxırsan. Daha sonra, baxaq məsələn, B variantına. Bu hissəni çəkmişəm, amma burada bu hissə yoxdur. Ona görə B də çıxacaq. C variantı da həmçinin. Bax, burada X formasında olmalıdır. Ona görə olacaq Y variantı. Baxırsınız 35-ci test tapşırığının izahına. Burada sizə baxın, ipucu kimi verir. Bax, nöqtədən bu tərəfə. Bu nöqtədir. Bunu da siz belə çəkdiniz. Bununla sənin işin bitdi. Bunun üzərində də üçbucaq çəkirsən. İndi bax, bunu buna tamamlayırsan. Bununla sənin işin bitib. Bunu tamamlayırsan. Bunu belə çəkdin, belə çəkdin və belə çəkdin. Düzgün cavaba baxırıq. Bax, belə bir şey olmalıdır. Bir də burada da buranı da çəkək. Məsələn, baxaq tutaq ki, A variantına. A variantı ilə düzgün cavab olacaq. B variantına baxaq. Bu hissəni mən çəkmişəm, amma bu hissəni mən çəkməmişəm. B variantı olmaz. C variantına baxırsınız, burada ümumiyyətlə əskikdir fiqur. D variantına baxırsınız, D variantında da fiqur buradan. Bax, bu hissəni mən çəkməmişəm axı. D variantı da deyil. Y-yə baxırsınız, Y variantında da həmçinin. Baxırsınız 36-cı test tapşırığının izahına. Gəlin bunu çəkək bunun üzərinə. Bunu çəkdim, bunu çəkdim. Buranı çəkdim, buranı çəkdim, buranı çəkdim. Mənim bu fiqurla işim bitdi. İndi bax, bunu buna tamamlayırsınız. Yenə də eyni qaydada. Bunu tamamladım, buranı çəkdim, bura, bunları çəkirəm. Elə bil ki, bütün fiqurları çəkdim. İndi baxıram cavaba. Baxın uşaqlar, cavablarda baxaq A variantına. A variantında bu hissə düzgündür, bura düzgündür, amma buradakı bu yoxdur. Ona görə A olmayacaq. B-yə baxırsınız. Bu hissə olar, burada olar. Bu hissəni mən çəkmişəm, amma göstərməyib. C-yə baxırsınız. Bu hissəni mən çəkmişəm, göstərməyib. D ilə Y-nin fərqi nədir? Uşaqlar, bu xətti kim çəkib? Mən çəkmişəm. Ona görə Y də olmayacaq, olacaq D variantı. Baxırıq 37-ci test tapşırığının suallarına. Bu suala çox rast gələ bilərsiniz. Həmişə uşaqlara bu sual deyirəm, yadınızda saxlayın ki, burada sonsuzluqdur. Baxın uşaqlar, nöqtədən bu tərəfə çəkdiniz. İki nöqtəni birləşdirir, sən də birləşdir. Buranı birləşdirir, sən də birləşdir. Buradan da belə. Baxın, qıraqlar var. Nə yoxdur ortada? Sonsuzluq işarəsi. Baxırız 38-ci test tapşırığına. Yenə eyni qaydada. Ya bunu çəkirsiniz bunun üzərinə, ya bunu çəkirsiniz bunun üzərinə. Məsələn, baxın, nöqtədən bu tərəfəni verib, düzdürmü? Buranı da belə çəkdiniz. Bu hissədə buranı çəkəcəksən, burada da belə bir xətt olacaq. Daha sonra buranı da belə birləşdirəcəksiniz. Biraz səliqəsiz alına bilər, ebi yoxdur. Baxırsınız burada. Bu hissəni kim çəkib? Mən çəkmişəm. Burada cavab olacaq bu tərəfdən olan hissə. Daha sonra ortadakı bu xətt var. Bu xətti bura qədər çəkmişəm. Düzdürmü? B variantını çıxıram. Niyə çıxıram B variantını? B variantı deyir ki, güya ki, bu xətt bütövdür. Axı bu xətt bütöv deyil, yarımçıqdır. Daha sonra Y variantını çıxıram. Niyə çıxıram Y variantını? Çünki Y variantında aşağı hissə yoxdur. Bu hissə yoxdur. Bu da çıxdı. D variantına baxırsınız. D variantında bax, bu hissəni tamamlayıram bura qədər. Düzdürmü? Bax, buranı mən çəkmişəm, buranı da çəkmişəm. Düzdür? Daha sonra bunları ilə tamamlayaq ki, daha rahat başa düşmüş olaq. Bunu da belə çəkdik. Düzdür? Bu hissədən də bax, bura belə. Baxırıq, A variantında bu hissə, ümumiyyətlə, bura yoxdur. A variantı deyil. C ilə D-nin arasında qalırsınız. C ilə D-nin fərqi hansı tərəfdədir uşaqlar? C ilə D-nin fərqi buradakı xəttədir. Buradakı xəttə kim çəkib? Var idi. Ona görə D də olmur, olacaq C variantı. Baxırsınız 39-cu test tapşırığına. Bunu çəkirsiniz bunun üzərinə, çünki bu rahatdır. Gəlin çəkək, bunu çəkdik. Buranı çəkdik. Buranı da çəkdik. Nöqtədən də buradan belə bir şey olacaq.
Bununla sizin işiniz bitdi. İndi bax bunu buna tamamlayırsınız. İndi bundan yaradırsınız. Xətt bütöv olacaq, düzdür? Uşaqlar, bütöv xətt olacaqsa əgər, o zaman mən C variantını çıxaram. Çünki C variantında yarımçıqdır xətt. Daha sonra bunun baş hissəsində bu yarımçıq olacaq, düzdür? Ona görə A variantında çıxaram, D variantında çıxaram. Niyə? Çünki D variantında tam verilib, A-da da heç verilməyib, düzdür? Daha sonra bu hissə burada xətt olacaq və burada bütöv xətt olacaq, düzdürmü? Bu hissəni kim çəkib? Var idi cavabda. Ona görə Y də olmayacaq, düzgün cavab olacaq B variantı. Daha sonra keçirik növbəti testlərə. Baxırsınız 40-cı test tapşırığın izahına yeni qaydada. Gəlin bunu çəkək bunun üzərinə. Buranı çəkdiniz. Buranı çəkirik. Buranı çəkirik. Buranı çəkirik. Buranı çəkirik və altdakı xətti çəkirik. Gəlin bunu cavab çıxmaqla eləyək. Bax bu hissən yarımçıq mən çəkmişəm. Yarımçıq var idi, düzdür? Bu ortadakı xətti kim çəkib? Var idi. Ona görə o cavabda ola bilməz. C variantını çıxacaqsınız. A variantını çıxacaqsınız, D variantını da çıxırsınız. Qaldı 2 dənə variant, düzdürmü? Bu xətti kim çəkib? Yarısını o çəkib, yarısını mən çəkmişəm. Ona görə B variantı da olmayacaq, olacaq Y variantı. Keçirik 40-cı test tapşırığına. Gəl bunu çəkək bunun üzərinə. Bax bu hissə burada var. Bu hissə burada yoxdur. Bu hissəni çəkirəm, buranı da çəkirəm. İndi baxın bunu buna tamamlayırsınız. Bunu çəkdiniz, bunu çəkdiniz, bu. Aydın oldu. Baxırıq variantlarda. A variantı olmaz. Niyə görə? Çünki A variantında bu hissəni kim çəkib? Var idi. A deyil. B variantında bu hissəni mən çəkməmişəm. C, yeni də elə çıxaram. D ilə C-ni fərqləndirən hansı tərəfdir? Bu tərəfi kim çəkib? Mən çəkmişəm. Ona görə C variantı olacaq. Baxırız 42-ci test tapşırığına. Baxırıq uşaqlar. Bunu çəkirik bunun üzərinə. Bax bunu götürdüm, çəkdim. Bunu çəkdim. Bunu çəkdim. Bunu çəkdim. Belə bir fiqur alındı, düzdürmü? İndi bax bu fiquru buna tamamlayırsınız. Buradan ortadan xətt çəkirsiniz. Buranı çəkdiniz, buranı çəkdiniz, buranı çəkdiniz və buranı çəkdiniz. Ortadakı baxın bu xətti mən çəkmişəm, düzdür? Bu xətti kim çəkib? Yarısını mən çəkmişəm, yarısı da var idi. Ona görə B variantı çıxır, bütövdür. C variantı çıxır. Çünki burada yarısını göstərməli idi. A variantı da çıxır, qalır D ilə Y. D ilə Y-ni fərqləndirən yer haradır uşaqlar? Bura. Buranı kim çəkib? Var idi. Ona görə Y variantı çıxdı, qaldı D variantı. Yəqin ki, aydındır. Baxırsınız 43-cü test tapşırığına. Gəl bunu çəkək, bunun üzərinə fərq eləmir. Eyni cavab olacaq. Bu buradadır, bu buradadır, bu burada. Bunu çəkmişəm. Buranı çəkdim, buranı çəkdim, buranı da çəkdim. Bununla mənim işim bitdi. İndi baxın uşaqlar, bunu tamamlayırsınız. Elə bir bundan eynisini yaradırsınız burada. Bunu çəkdiniz, bunu çəkdiniz. Bunu da çəkdiniz. Baxın, məsələn, B variantı çıxa bilərəm. Niyə? Çünki B variantı ortada xətt yoxdur. Bu hissəni kim çəkib? Mən çəkmişəm. Demək cavabda olacaq. A da yox olmayacaq, Y də olmayacaq. Aydın oldu. Bu hissəni kim çəkdi? Bunun parasını mən çəkdim, parası var idi. Ona görə C-də çıxdı, qalacaq D variantı. Baxırsınız 44-cü test tapşırığının izahına. Baxın uşaqlar. Burada sizə bir ipucu kimi verir. Nöqtədən, baxın, nöqtədən gedib bu tərəfə, sən də bunu çəkdin bura. Bunu tam birləşdirir, sən də birləşdirdin. Aydın oldu. Daha sonra nöqtədən bir dənə üçbucaqdır, bunu da çəkdiniz bura. Bunu belə birləşdirdin. Daha sonra görürsən nöqtədən məsafədə burada bir dənə belə bir şey var. Aydın oldu. Burada da bu hissə, burada da buna birləşib. İndi bununla sənin işin bitdi. Buradan bunu tamamlayırsan. Bunu cavab çıxmaqla da eləyə bilərsən. Çünki baxırsınız ki, burada çoxur da olacaq. Ona görə cavab çıxmaqla geçsiniz daha yaxşı. Yəni həll eləyə də bilərsiniz. Baxın, üçbucaqdan bu tərəfdə nə var? Burada bir dənə üçbucaq yaranacaq. Düzdür. Bir dənə üçbucaq əgər yaranacaqsa, o zaman B variantını çıxaram. Çünki B variantı yarımçıqdır. Y-ni də çıxaram, D-ni də çıxaram. Bundan bu qalır. Düzdürmü? Bununla bunu fərqləndirən yer haradır? Baxın, bunun burasının olmasıdır. Aydın oldu. İndi baxırsınız bura. Bunu bu fiqura tamamlayanda bunu belə çəkəcəksiniz. Bu belə olacaq, burada da belə olacaq. Bu tərəfdə də belə. Bunun alt hissəsini kim çəkib? Var idi. Alt hissəsi olduğuna görə A-da çıxacaq, qalacaq C variantı. Baxırsınız 45-ci test tapşırığının izahına. Bunu çəkin bunun üstə, ya bunu çəkin bunun üstə. Fərq eləmir. Buradan xəttdən çəkdiniz, buradan belə çəkirsiniz, buranı belə çəkdiniz, belə çəkdim, belə çəkdim. Bir altı bucaq alındı. İndi bax,
Bunu buna tamamlayırsınız. Necə tamamlayırıq? Bax, bunun təpə hissəsini buradan çəkdiniz. Avtomatik olaraq A variantı çıxacaq, C də çıxacaq. Aydın oldu? Daha sonra buradan bax, bir dənə buradan xətt belə olacaq, bir dənə də xətt belə. Bir dənə xətt bütövdür, bir dənəsi də buradan yarımçıq. Ona görə mən B variantını çıxaram. Bu xətti mən yarımçıq çəkmişəm. Burada olacaq, burada olacaq. Aydın oldu? Bu hissədə D variantı da çıxacaq, qalacaq Y variantı. Daha sonra keçirik növbəti testin izahına. Baxırsınız 46-ya. 46-cı test tapşırığına baxırsınız. Ya bunu çəkirsiniz bunun üzərinə, ya bunu çəkirsiniz bunun üzərinə. Eyni şeydir. Gəlin baxın, bunu çəkdik bura. Bunu çəkdik. Buranı çəkdik. Buranı çəkdik. Buranı çəkdik. Daha sonra buranı çəkdiniz və buranı. Bununla sizin işiniz bitdi. İndi bunu buna tamamlayırsınız. Baxın uşaqlar, ortadakı xətti mən parasını çəkmişəm, düzdür? Buradakı xətt, bir də burada, bura. Aydın oldu. Daha sonra bu xətti mən parasını çəkmişəm. Buranın da parasını çəkmişəm. İndi axtarıq cavabı. Nə edir burada? Baxırıq A variantına. A variantına çıxıram. Niyə bu xətti? Çünki tam verib. A variantı deyil. Buradakı xətt bütöv olacaq. D variantı da deyil. Daha sonra bax, buradakı xətti mən çəkmişəm. Bu da deyil. Bununla bunu fərqləndirən yer haradır uşaqlar? Buranın olmasıdır. Ona görə Y-də çıxır, qalacaq B variantı. Baxırsınız 47-ci test tapşırığına. Yenə eyni qaydada. Baxırıq ki, burada bir dənə xətt verib. Düzdürmü? Bu xətti bunun üzərinə çəkirsiniz. Daha sonra bunu verir buradan bu cür xətt. Burada da belə bir xətt verir. Aşağıdan da bir dənə xətt. Bununla sizin işiniz bitdi. İndi bax, bunu buna tamamlayırsınız. Necə tamamlayaq? Gəlin. Baxıram ki, burada bax, bunun yarısı olacaq. Düzdürmü? Daha sonra baxıram bax, bu hissədə bu belə olacaq. Buranı belə çəkdim. Belə olacaq. İndi biz səliqəsiz çəkə bilərik, amma təqribi olacaq variant. Bu belə, burada belə. Da baxırıq hansı variant uyğun olacaq. Baxıram ki, buradan bu hissədir. Bu A variantı uyğun deyil. Çünki A variantında bura var. B variantına baxırsam, B variantında da bura uyğun deyil. Olacaq C variantı. Bura, yəni baxın bu hissə. Və bu hissə. Olacaq C. Baxırsınız 48-ci test tapşırığına. Yenə eyni qaydada ya bunu bunun üzərinə çəkirsiniz, ya bunun üzərinə çəkirsiniz bunu. Çəkdik buranı. Bununla işim bitdi. Buranı çəkdim. Buranı çəkdim. Buranı çəkdim. Bura var, burada var, burada var. Daha sonra buranı çəkdim, buranı çəkdim. İndi baxın, bunu buna tamamlayırsınız. Baxırıq nəyə? Ortada xətt olacaq, düzdürmü? Daha sonra bu xətt yarım. Burada bu xətt yoxdur, ümumiyyətlə bu səhv oldu. Bunu qaralayım ki, burada səhv yoxdur. Səhvdir bu. Buradan baxın, belə bir dənə xətt olacaq bütöv, düzdür? Əgər burada belə bütöv xətt olacaqsa, o zaman mən C variantını çıxa bilərəm. Niyə? Çünki C variantında yarımçıq xətt verilib. Y variantında çıxaram, D-ni ümumiyyətlə çıxaram, çünki D variantında yoxdur xətt. Bununla bu qaldı, düzdür? Bunu buradan tamamlasaz əgər, bu belə olacaq, düzdür? Daha sonra burada bir dənə də çıxacaq yaranır axı. Bu da belə olacaq. Ona görə düzgün cavab olacaq bizdə B variantı. Baxırsınız 49-cu test tapşırığına. Bunu çəkirik bura. Bunu çəkirik bura. Bunu da çəkdik bura. İndi baxın. Burada variant axtarırsınız. Bunu çəkdiniz belə. Bu belə olacaq. Bu da belə olacaq. Düzdürmü? Ortadakı xətti çəkmişəm. Buranı mən çəkməmişəm. B variantı olmaz. D variantı ümumiyyətlə olmaz. Ümumiyyətlə burada xətt deyilən bir şey yoxdur. Burada bu xəttdə olacaq. Düzdür? A variantı da çıxdı. Bununla bunu fərqləndirən yer haradır? Buranın olmasıdır. Düzdür? Əgər buranı mən çəkmişəmsə, onda olacaq Y variantı. Yəni özünüz bu fiqurun üstündə özünüz çəkdiyinizi tapırsınız. Baxırsınız bura. Bunu götürdüm, belə birləşdirdim. Bu belə. Daha sonra buradan da bir dənə belə bir şey. Düzdürmü? Bununla sənin işin bitdi. İndi bax, bunu buna tamamlayırsan. Nə edirik burada? Xətt olacaq. Bura belə, belə. Düzdürmü? Burada da bir dənə xətt. A variantı deyil. B variantı da deyil. C variantı ümumiyyətlə deyil. Olacaq Y variantı. Baxırsınız 50-ci test tapşırığının izahına. Yaxud da 51-ci test tapşırığının izahı. 51-i mən sizə tapşırıq kimi verirəm. Özünüz eləyərsiniz. Yaxud da bunu eləyək, qabaqda sizə tapşırıq verərəm. Baxın, bunun üzərinə çəkir, bu alınır. Düzdürmü? Gəlin baxaq. Variant çıxmaqla eləyək ən yaxşısı bunu. Bax,
Ortadakı xətti mən çəkməmişəm, düzdür? Ona görə A variantı çıxacaq. Daha sonra B variantı da çıxacaq. Çünki bu xətti mən çəkməmişəm. Düzdürmü? Qaldım 3 variantın içərisində. Düzdür? Bunu bunun üzərinə çəkəndə, baxın, burada bir dənə xəttdir, düzdür? Burada da bir dənə belə bir xəttdir. Burada da bu nöqtədən də belə bir xəttdir. Düzdürmü? Ortadakı xətt zaten var. Bununla sənin işin bitdi. İndi çəkirsən bura. Burada bir dənə üçbucaq alınacaq uşaqlar. Bu üçbucağın bir tərəfi, üçbucaq yox, romb alınacaq. Axşam vaxtı üçbucağa rombu üçbucaq deyirəm. Bir dənə romb alınacaq. Rombun bir tərəfi var, 3 tərəf lazımdır, düzdür? B variantını çıxıram. Niyə çıxıram? Çünki burada rombun 4 tərəfi də var. Y variantı olacaq. C variantında da 2 tərəfi var deyə olmayacaq. Olacaq Y variantı. Daha sonra baxırıq 52-ci test tapşırığının izahına. Yenə eyni qaydada. Bunu çəkirsiniz bunun üzərinə. Elə bil bunu burada yaradacaqsınız eynisini. Bunu çəkdik. Bu belə olacaq. Bu belə və bu da belə. Sizin bundan işiniz bitdi. İndi bax bunu buna tamamlayırsınız. Buradan çəkdiniz buranı. Buranı çəkdik, buranı çəkdik, bura və bura. Aydın oldu. Daha sonra baxırıq. Baxın uşaqlar, bu xətti də bu xətt ümumiyyətlə burada belə bir şey yoxdur. Elə bu xətt yarımçıq olaraq qalacaq. A variantı çıxdı. Bu xəttin parasını mən çəkmişəm. D də çıxdı, C də çıxdı. Bununla bunu fərqləndirən yer, bax buranı mən çəkmişəm. Ona görə olacaq B variantı. Baxırsınız 53-cü test tapşırığına. Gəlin bax buranı belə eləyək. Buranı çəkdik. Buranı da çəkdik. Buranı da çəkdik. Buranı da çəkdik. Burada. Burayla işiniz bitdi. İndi baxın bura. Bunu tamamlayırsınız buna. Ortadakı xətti mən çəkmişəm. Düzdürmü? Daha sonra buradakı xətti də mən çəkmişəm. Ona görə C variantı çıxar, Y variantı çıxar. Çünki burada xətt yoxdur. Sonra baxırsınız nəyə? Baxıram ki, burada bu xətti mən çəkmişəm. Buranı da mən çəkmişəm. Burada da, burada baxın, buranı çəkməmişdik. Burada da belə bir şey mən çəkmişəm. Düzdür? Burada xətt yoxdur heç yerdə. Ona görə B variantı çıxacaq. Bu hissəni kim çəkib? Var idi. Ona görə D-də çıxacaq, qalacaq A variantı. Baxırsınız 54-cü test tapşırığının izahına. Yenə eyni qaydada. Gəlin bunun üzərinə çəkək. Burada belə bir şeydir. Düzdürmü? Burada da yumru bax buna birləşikdir. Daha sonra burada da xətt burada budur. Buradan da belə bir şey birləşir. Demək bunun arxasında çevirədir. Baxırıq bura 54. Elə bil ki bu tərəfinə. Neynir? Burada görürəm ki, xəttin yarısı var. Burada bu olacaq, bu xətt düzdür. Bu xətt olacaqsa uşaqlar görürəm ki, hamısında da xətt var. Daha sonra baxırıq bax. Burada bir dənə belə bir üçbucaq yaranır. Düzdürmü? Bu üçbucağın Y variantını çıxıram. Niyə? Çünki bu hissəni mən çəkməmişəm. Daha sonra bu hissəni çəkəcəm. Bu da burada da belə olacaq. Düzdürmü? Burada bu hissəni birləşdirəcəm. Düzdür? Daha sonra burada da bu hissə də birləşəcək. A variantı çıxacaq. Çünki A variantı deyir ki, bu hissəni tam mən çəkmişəm. Xeyr, bunun yarısı var idi. Sonra baxırıq C variantında. C variantında deyir ki, C variantının bundan fərqli olan fərqini axtaraq bu hissəsinə baxın. Bu hissədə mən yarısını mən çəkmişəm. Yarısı var idi. C variantı da deyil. D variantı da həmçinin deyil. Çünki D variantında da yarısını mən çəkmişəm. Yarısı onlar. Amma burada hamısını mən çəkmişəmmiş kimi verib. Ona görə olacaq B variantı. Baxırıq 55-ci test tapşırığının izahına. Həmişə gəlib bu dəfə bunu bunun üstə çəkək. Bunu çəkdim. Bunu çəkdim. Bu hissəni var burada. Bu hissəni çəkdim. Bu hissə də var. İndi baxın. Bunu buna tamamlayırsınız. Bunu çəkirəm. Bunu çəkdim. Bunu çəkdim. Aydındırmı? Buradan hansı variantı birbaşa çıxa bilərəm? B variantını çıxaram. Çünki bunun xətti yoxdur. A variantını çıxaram. C, Y, D qalır. Bu hissənin buranı mən çəkmişəm. Buranı da çəkirəm ki, bu fiqur tamamlansın. Düzgün cavab olacaq C variantı. Daha sonra baxırıq 56-cı test tapşırığının izahına. Yenə eyni qaydada. Baxın, bu xətti belə çəkdim, buranı da belə çəkdim. Burayla mənim işim bitdi. Baxın, nöqtədən bu tərəfdə belə bir şey var. Bunun da içərisində belə. Rəssam olmasında ən azından çəkə bildim bunları. İndi bax, bunu buna tamamlayırsınız. Bunu çəkdiniz belə, bu belə, bu belədir. Düzdürmü? Demək, bu hissəni mən çəkmişəm. Və bunun
Yarısını mən çəkmişəm. A variantı da çıxdı. C də çıxdı. Daha sonra bu hissəni, buranı və buranı mən çəkmişəm. Ona görə düzgün cavab olacaq Y variantı. Baxın, bu hissə Y variantıdır. Baxırıq 57-ci test tapşırığının izahına. Neynir burada? Nöqtədən bu tərəfə budur, düzdürmü? Bura budur və bu budur. Burada da belə bir şey yaradır. Düzdürmü? Bununla sən artıq işin bitdi. İndi bunu tamamlayırıq. Bax, bunu əslində cavab çıxmaqdan da eləyə bilərsiniz uşaqlar. Bu hissənin özü çəkib. Ona görə A variantını çıxaram. Bu hissənin parasını o çəkib, parasını mən çəkirəm. Düzdürmü? D variantını çıxaram. Bu hissəni mən çəkəcəm, düzdür? Bu hissəni mən çəkəcəmsə burada da var, burada da var, burada da var. Düzdürmü? Daha sonra burada görürsünüz belə bir şey var. Buranı mən çəkəcəm. Mən çəkəcəmsə əgər bu hissə var axı, ona görə Y variantı olmaz. Bununla bunun fərqi nədir? Bu hissə. Bu hissəni kim çəkib? O çəkib. Ona görə B-də olmaz, qalacaq C variantı. Daha sonra baxırıq 58-ci test tapşırığına. Bilirəm, yoruldunuz, mən də yorğunam. Az qalıb, 3 sualımız qalıb. Baxırıq 58-ci test tapşırığına. Ya bunu bunun üstə çəkirsiz, ya bunu çəkirsiz bunun üzərinə, ya bunu çəkək bura. Bunu çəkdim, bunu çəkdim. Buranı çəkdim. Daha sonra buranı çəkdiniz, buranı çəkdiniz. Çiçək yarandı bir dənə. Buranı belə çəkdiniz, burada da bir dənə xətt. İndi bax bunu buna tamamlayırsınız. Ortadakı xətti mən çəkməmişəm, düzdürmü? Ortadakı xətt zaten yoxdur. Bax buranı, bu hissəni mən çəkirəm. Buranı çəkdim, buranı çəkdim. Bu hissədə də belə olacaq. Daha sonra baxaq görə bu fərqləndirən yerlər haradır? Burada da bu belə olacaq, düzdürmü? Bax bu hissədə bu çiçəyi elə bir ki, ləçək tam olacaq. Daha sonra bu tərəfdə D variantını çıxıram birbaşa. Çünki burada yoxdur, bu çıxdı. Daha sonra baxıram, bu 4 varianta baxıram. Aşağıdakı xətt olacaq, tam olacaq özdə. C variantı da çıxdı. Baxıram ki, bunların üçünü fərqləndirəsən, bununla bunu fərqləndirən yer hardadır? Bunu fərqləndirən bu tərəfdir. Ümumiyyətlə, burada bu tərəf deyilən bir şey yoxdur. Ona görə B variantı çıxacaq. A variantından Y variantının arasında qaldım. Aynen yeri fərqləndirən yer haradır? Buradakı xətt, düzdürmü? Buradakı xətt də burada olacaq. Ona görə Y də çıxdı, qalacaq A variantı. Daha sonra baxırsa 59-cu test tapşırığına. Bax, nöqtədən bu tərəfdə sən də elə belə yazırsan. 3 bucaq, bu da 3 bucaq, burada belə. Bununla sənin işin bitdi. İndi bunu buna tamamlayırsan. Buradır, düzdürmü? Daha sonra bu xətt olacaq, 3 bucaqlar və burada. Baxırıq. Burada 3 bucaqlar tam olur, düzdürmü? Ümumiyyətlə A variantı əlaqəsizdir. B variantının aşağıda splaşlı xətt deyil. C variantı belə bir şey, bu tərəfləri mən çəkməmişəm. D variantı buranı mən çəkmişəm, belə olacaq D variantı. Baxırıq sonuncu test tapşırığına. Sizə tapşırıq vermədim, eybi yoxdur. Siz qabağınıza çıxan bütün kitablardan bu test tapşırığını eləyərsiniz. Bunu gəlib, bax, buradan belədir. Bunu belə çəkdik. Bunu da belə çəkdik. Buranı belə çəkdik. Belə çəkdik. Belə və belə. Bununla artıq işiniz bitdi. İndi bunu buna tamamlayırsınız. Bunu çəkdik. Buna. Buranı çəkirik. Bura çəkirik. Daha sonra və bura. Baxırıq. Burada da buranı çəkdik. Bax, bu hissəni kim çəkib? Mən çəkmişəm. Ona görə bu hissə olacaq. Bax, bu hissəni mən çəkməmişəm. Ona görə biz A variantını, B variantını, C variantını, Y variantını çıxırıq. Bax, bir dənə bu balaca xəttə görə. Bu da olacaq D variantı. Ümidvaram ki, başa düşdünüz. Və dediyim kimi, bu misalı hər müəllim öz metodu ilə öyrədir. Yəni, kommentlərdə yazmaq lazım deyil ki, ay bunun asan yolu var, ay bunun belə yolu var. Mən yəni ən azı sizin qədər bilirəm ki, mən onu sizdən də yaxşı daha doğrusu bilirəm ki, onun asan yolu var. Sadəcə olaraq, yəni mənim videoma bir nəfər baxmır, 2 nəfər baxmır. Və mən bu videonu ona görə çəkirəm ki, tələbə buradan nəsə öyrənsin və tətbiq eləyə bilsin onu. İndi ola bilər ki, daha da rahat yolu var. Mən ona heç bir şey deyə bilmərəm. Sadəcə olaraq bu kommentlərdə altda yazanda biraz diqqətli olun, zəhmət olmasa. Sonra yazırsınız orada. Belə düzdür, mən TikTokum olmasa belə kursun TikTok səhifəsindən oxuyuram sizin yazdıqlarınızı.
Nə bilim, altından yazırlar ki, filan sualın izahı necədir? Halbuki bu sualın hamısı burada izah olunur. Sadəcə olaraq diqqətlə ona qulaq asmaq lazımdır. Yaxud da burada elə suallar var ki, yəni o sualı mən izah eləsəm, gərək mən səhərə qədər oturub ancaq video çəkəm. Mənim də o qədər vaxtım yoxdur. Yəni bacardığım qədər çəkirəm. İnşallah ki, bəyəndiniz bu videonu. Başqa da nə sualınız olarsa, nə çətinliyiniz olarsa hansısa mövzudan komment hissədə yaza bilərsiniz. Çalışacağam ki, onun üzrə də sizə də video çəkim. Uğurlar, gecəniz xeyrə qalsın.